Herkese selamlar dostlar. Carpacking Multiplayer hesap toplamanın ikinci bölümüne karşınızdayım. Video keçməzdən önce like atmamı olmağı unutmasanız çox sevinirim. İndi keçək videoya. Uşaqlar, en son bir dənə X5 satmışdıq 7 milyona. Və bir dənə də BMW satmışdıq. Son olarak 7 milyon 300 bin pulumuz və 50 coinimiz qalmışdı. İndi buradan yenə günlük ödülümüzü alaq 10 bin verdi. Pazarlarda düzenli bir şey tapa bilmədiyim üçün bunu alıb qəşəng bir tasarım eləmək qərarına gəldim. Ona görə bu Subaru-nu alaq. Belə bir dənə jant seçdik Subaru-muza. İndi biraz düzənləyək bu jantı. Mən maşını düzəldərkən siz də like atıb abunə olmağı unutmasanız çox sevinərəm. O DJ que tá tocando fica de quatro fazendo favor. Toma vapo do vapor, vapo, vapo do vapor. Toma vapo do vapor, vapo, vapo do... Son halı gördüğünüz kimi belədir. Qəşəng yəni qəşəng yığdıq məncə. İndi son olarak bir de HP'sini artırıb satışa qoyacağım maşını. Yəni və bu ilk tasarımım olmuş oldu həm də bu mənim. Və ağlımdakı qiymət 400-500K belə 400-500K arası qoyacağım bunu. Valla bu arada bir tane Scirocco aldım 150K'ya. 628 HP idi, ona göre full HP'si full idi diye 628 HP diye 150K'ya aldım Scirocco'nu. Tamamdır, 500K'ya koyduk. 500K'ya koyduk. Hayırlı uğurlu olsun alana. Burada maşını kilitliyə gedək biraz pazara da baxaq. 8 milyon Porsche var, 1695 HP ama değmez. 8 milyon da yoktu. Yani 4 milyona Bugatti var. O da təkcə 1500 neçə HP'dir, o da değmez. Yani normal bir şey yoktu. Bir şey yoktu yani pazarda. Yani bu pazara gələn olsa mənim Subaru alma ehtimalı çox böyükdür. İlk tasarım elədiyimiz maşın satıldı uşaqlar, xeyirli uğurlu olsun. Maşınımız satıldı, indi biraz pazara baxaq, yeni maşınlar gəlib. Bir dənə belə Porsche gəldi 550 HP. Bizim də 7 milyon 431 min pulumuz var. Yəni xoşumuza gələn bir maşın olsa alacağım. 2 milyona qoydu Porsche'ni. Porsche'ni 2'ye daha görəsən. Dəqiq qiymətini bilmirəm, ona görə almayacağım. Amma 100% 2 milyon olmadığını bilirəm Porsche'ni. Yəni alsa kazıklanacaq. Burada belə bir dənə sürünə BMW var, amma satılmır. Aldığım Scirocco budur uşaqlar, 628 HP. 50 minlik motoru var. 200 minlik turbosu var. Və bütün hər şey də alınıb. Yəni mən bu 150K'ya aldım. Təkcə turbo 200K'dır, yəni. Siz düşünün artıq. Kar eləmişik. İndi bu Scirocco'nu qəşəng yığıb satacağım. Amma İndi isə uşaqlar, yəni Scirocco'muz belədir. Bu Scirocco'nu gələn bölüm yığacaq. Like atıb abunə olmağı unutmasanız çox sevinərəm. Görüşərik uşaqlar.